Azərbaycanda, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur. Yeni Sabah məlumat verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova qeyd edib. Hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 metr/saniyə çatır. Onun sözlərinə görə, hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır. Fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan Arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni vaxtda rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buğduluq artıb, yağış, bəzi yerlərdə sulu qar yağması müşahidə edilir. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradienti yüksəlib, qeyri-sabitlik müşahidə olunur. Xidmət rəsmisi əlavə edib ki, küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir. Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində havanın minimal temperaturun 0 dərəcədən -2 dərəcəyədək enməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı var. Eyni vaxtda bölgələrdə də intensiv yağıntılar davam edəcək. Əsasən dağlıq və dağ ətəyi rayonlarda yollar buz bağlayacaq.